Allah qismət eləsin, ehtiyacı olan, arzulayan bu mənzilə baxın, dəyərli izləyicilər. Mən vuruldum, xoşum gəldi. İstəyirəm, siz də bir baxasınız. Bakıda möhtəşəm mənzillər, layihəm davam eləyir. Bura mənzilin giriş səsidir. Onu deyəcəm, onu göstərəcəm, amma ilk öncə sizə bir sual verim, tam səmimi olaraq. 600 manat məbləğə belə bir mənzil təmir eləyib, belə əşyalar həyata keçirə bilərsinizmi? Əmin olun ki, eləyə bilməzsiniz də, qiymətləri məndən də yaxşı bilirsiniz. İndi bir işdir də, satılır. Dəyərli izləyicilər, bu fürsətdir. Səbəbi odur ki, şirkətdə padmayaq 3000 manata satılır. Mən isə sizə təmirli və əşyalı sahibinin razılığı ilə 3600 manatdan təklif edirəm bu mənzili. Bəli, 3 otaq, 143 kvadrat sahəsi var. Yeni təmirdən çıxıb, yeni əşyalarda mənzildə yaşayış olmuyor. Xətai metrosunun düz yanında yeni tikili binada yeni mənzil, yəni Xətai ətrafında köhnə binalar da var. Qarışdırmayın, xahiş edirəm. Bura yeni bir binadır. Bura zal otağıdır. O kadrdan da gördüyünüz kimi adamı alır da valeh edir. Televizorundan, xəlçəsindən, divan kreslosundan hər şey var. Xırdalamayım, yormayayım sizi. Konserlərə nə qədər var? Hol hissəsini zaten əvvəlində gördünüz. Deməli, ağıllı planlama şəklində təmir olunub. Burada giriş hissəsində mənzilin geniş, müasir paltar dolabı sahibi dizaynerə birinci şəkillərini çəkdirib, sonra da təmir elətdirib. Təbii ki, buranı unutmaq olmaz, xanımların praşın otağıdır. Bu olmalıdır evdə, bu can rahatlığıdır. Kimsə bunu eləməyibsə, nahaqqəri eləsin. O qədər yerlər var görsətməyə. Bir mətbəxdən başlayaq. Hələ bir eyvanı var. Ürəyimiz gedəcək də baxanda. Mətbəx isə necə bir geniş. Kadrlardan görürsünüz. Mətbəx mebeli, yerə vurulan müasir isti döşəmə. Elektronikalar da var. Təbii ki, hər şey var burada. Dediyim kimi, alqı-satqı eləyib, yəni köçə bilərsiniz rahat formada. İki tərəfdən işıq düşür. Həm pəncərə, həm də eyvanı var. O, deyirsən ki, o bəhbəhlə tərəflədiyin şeyi görsətdə yəni, balkonu. Baxın bunu. Oturmağa qədər düşünülür. Dipçək, güllər. Metrodakı dəyərli izləyicilər, bir dənə zəhmət bu hissəyə barmağımı ucuna baxın. Bina o tərəf düz metronun yanındadır. Bu da son müasir yağılır. Yəni deyirəm, özümə fikirləşirəm ki, yəni indi mən tutalım, gəldim, girdim, Allah hamısa canı sağ eləsin, aldım 3000 manatdan bunu, ustalarımı gətirdim, yəni sizə görə demirəm, özüm analiz edirəm. 600 manata belə gəlməz axı, qardaş, yəni bu reallıqdır da. Heç kim 600 manata, mən, sən, o, bu mənzili təmir eləyib, əşyalı ala bilməzsiniz, mümkün deyil. Ona görə də, kim satırsa Allah onun işlərini avand edəsin, alanın da xeyrisi olsun, yəni nəticədə pul verib alır da, belə deyək. Bura uşaq yataq otağıdır. Burada da estetik görünüş, hər şey möhtəşəmdir, mebellər yığılıbdır, lazım olan konserlərdən təkrarçıq olmasın. Yerə olan bambu paraket növü, rəngi mənim çox xoşum. Bunun ağı məndə var. Belə damarlı ağı məndə var. Ağa baxmaq çox çətindir də. Amma bu rəng mənə maraqlı gəldi də. Düşəndə tük görsənmir də ora. Ağda amma görsənir vallahi. Bura şey otağıdır. Təmiz çaşdı mövzümdə. Fikrim qaldı öz paraketimdəki orada ləkələr var. Və bura bir şkaf yığılıb, dəyərli izləyicilər. İndi hamam otağını bir sizə təqdim edeyim. Hamam otağımda xoşuma gələnləri sizə deyim, gəlməyənləri də deyim. Birincisi genişliyi yaxşıdır. Çox rahatdır. Çinmək yeri, duş, unitaz, lamoydadır, üz qıxmaq yeri, şulka yeri yaxşıdır. Amma biraz tünd də kafeli rəngi. Bəlkə zövq məsələsidir. Məsələn, biraz açıq olsa məhəli gəlir. Mən belə düşünürəm də, hələ bir zövqü var. Bura isə yataq otağı, valideyn yataq otağıdır. Bu arada kahve rəngində qapılar da, yəni öz sözüm deyir. Bu yataq otağının içində hamamı da var. O lüks bir şeydir, 3 otaqlı mənzildə, əzizləyicilər. Bu biraz olmur bir çox hallarda. Can rahatlığıdır da hamamın olması. Belə bir dəyərli, müasir paltar şkafıdır.
polkaları yaxşı kəsilib, addenini, mayka filan qoymaq üçün, qışlıqları da qoymaq üçün yaxşıdır. Hamamı da sizə göstərdim. Burada deyərdim ki, bunun rəng tonları o koridorda mənə çox xoşuma gəldi. Belə adam çiməndə, mahnı oxuyanda, üzr istəyirəm, ləzzət edir adama. Yuxarıda olduğunuzda da vapşı başqa bir aləmdir. Onun da öz estetikası var. Divar içidir, filan olar demirəm, müasir təmirdir. Əzizlər, bu evin sahibi açarı verdi mənə, bütün səlahiyyətləri də verdi mənə. Yəni, satış bizdədir, ekskluziv elandır da, belə deyək. Sizə lazımsa bu mənzili almaq, nömrə ilə əlaqə saxlayın, satış komandasına gəlin, baxın, canlı tanış olun, sonra əlaqə saxlayacaqlar, mən sizə bu mənzili almağa kömək edəcəm. İTOQ-da rəqəm, onu da deyim, 550 min manat eləyir, 143 kvadrat eləyir, amma o start qiyməti endirim, real alacağım, mən endirim elətdirəcəm. Sağ olun, var olun, təşəkkür edirəm.